Hamınıza təkrardan salam dostlar, mən Müsəqvar. Bu gün dostlar, yeni bir bölümlə qarşınızdayım. Bugün sizlərə başdan gördüyünüz kimi Steam ilə pul oyunlarını necə pulsuz yükləyəcəyik, bunları öyrədəcəm sizə. Bu arada Steam'dəki məsələn pullu oyunlar, bilirsiniz ki, Steam biraz bahatçılıqdır. Yəni burada sizə GTA 5 alırsınız. Adi Rockstar'ın öz saytında bəzi saytlar var. Həmin o saytlarda aldığınız məsələn 50 dollara alırsınız, amma şeydə Steam'də 76 dollardan nədir? Bu civarlarda ala bilərsiniz. Bu arada videoya 10 like gəlsə, o da vlog çəkəcəm. Bu arada demişdim 50 abunədə o da vlog çəkəcəm. Bir ara 56-55 abunələrdəydim. Sonra video atmamağıma səbəbi ilə düşdüm 40 neçəyə. Sonra Clash of Clans'dan biraz video atdım, yenidən 50-yə çıxdım. Və bu arada kanalıma abunə değilsinizsə, kanalıma abunə olmağı, aşağıdan videoya like atmağı unutmayın. Like atdığınızda məni sevindirərsiniz ki, məsələn like, hələ abunə var və özə danışamadım. Abunə daha önəmlidir. Abunə olmağı unutmayın. Nəysə, indi isə videomuza keçək. Bu arada öyrətdiyim yox, öyrədəcəyim kimi məsələn geri, məsələn o yüklədiyim oyunları siz burada yükləyəsiniz, onu öyrədəcəm. Məsələn CS:GO-nu yükləmişəm, mən CS:GO-nu göstərim sizə. Bu arada mənim kompüterim 32 bit olduğundan səbəbindən bu kompüterimdə işləmir. Bu kompüterim, amma digər kompüterimdə isə işləyir, onu ödəyim. Məsələn burada English'də açdım. Next və burada yüklənmə gedəcək. Burada olmağını gözləyəcəyik. İndi isə mən bunu çıxım, çünki məndə dolub, amma açmır bu kompüterimdə, amma digər kompüterimdə həqiqətən açır, çünki səbəbin deyimmi, deyim də, qoy səbəbi niyə deməyim ki. İndi sonra şey eləməyin ki, niyə, mən açmadı, elə söhbət olmasın deyə göstərim. Əgər məsələn, baxın, açıldı, buna tıkla, buradan bu, burada gördüyünüz 2 GB RAM var, burada 2 GB. Bunu indi silim. Diğerində isə gördüyünüz kimi 32 bit, yanlış elədim. Nəysə elə siz anladınız, 32 bit, yəni oxla göstərim istəyirsə. Ay, yanlış elədim. Oxla göstərim. Bir burada 32 bit və burada isə 2 GB yer və 2 GB yer var. Əgər sizin kompüterinizdə 2 GB lan yanlış elədim. Nə elədim? Əgər lan Aga nə elədim? Sizin kompüterinizdə əgər 4 GB və orada isə 64 bit yazarsa yükləyə bilərsiniz. Və indi isə necə yüklənməsini istəyəcəyik. Məsələn, Grand Theft abi necə yazılır? Deyirlər, Theft bu arada kamera silkələnir, başlayın. İnşallah face kamera problem yoxdursa, yaxşı görünürsə, bilmirəmsə, deyil, baxın, face kamera. Face kamera qara düşür mü? Nəysə, düşsə də paylaşacağım artıq bu videonu, çünki çox ikinci ya da üçüncü denememdədir, baxıb göstərə bilərəm sizə. Artıq üçüncü yoxlamamdadır ki, videonu çəkməyə çalışıram. Grand Theft Auto yazdığımızda abi Games'a gir. Games, yəni oyunlar. Gəlib bütün Grand Theft Auto, məsələn, mən GTA 4'ü yükləmişdim, sonra nəsə kompüterim format getdikdən sonra silindi. Grand Theft Auto 5, GTA 5. GTA 5 necə yüklənir? Bax bunu. Yəni burada görürsünüz ki, GTA 5 orijinal şəkildədir hər bir. Əgər məsələn deyirsiniz, yox, nə olur olsun GTA 5 olsun, istəyir internetdə, istəyir internetsiz olsun, nə olur olsun GTA 5 yükləyək deyirsinizsə, buradan internetsiz oynamaq üçün download, göstərim qoy, download, buradan, download for win, lan yenə səhvlədim, download for Windows yazır, həmin ona tıklayırsınız. Yox, əgər mən nə bilim aşağıda məsələn internetdə oynamaq istəyirəm, internetsiz yox. Amma rus və ingilis dilində olur. Türkçəsində zətdə bilmirəm, hələ ki görmüşəm. Gördüyünüz rus, ingilis 60 GB-a qədər çıxası, 61 GB-a qədər, yəni 61 GB yer tutur. Onu da məsələn yükləmək istəsə normal, yəni bunu məsələn bunu yükləyə bilərsiniz. Sonra istəsəz, yəni burada gördüyünüz hamısını yükləyə bilərsiniz. Onda heç bir problem yoxdur. Nəysə dostlar,
əməyimə qarşılıq video bəyənməyi, kanalıma abunə deyilsə, kanalıma abunə olmağı unutmayın. Əgər yerinə yetdisə, sizi sevindirə bildimsə, lütfən xahiş edirəm kanalıma abunə olmağı unutmayın. Nəysə özünüzə yaxşı baxın. Bu arada neçə vaxt video paylaşmamağıma görə bağışlayın. Əvvəla nə ediyorsun? Bay bay.